Hamıya salam. Ümid edirəm yaxşısınız. Biz yeni bir market vloguna başlayırıq. Elə isə gəlin alışverişə sürətlə başlayaq. Enişteniz burada deyir ki, telefonun yaddaşı boldu. Onu gördüm, mənim telefonumu istifadə eləməyəsən nə gözəl. Hə, paxıldır da, paxıl görürsünüz də. Neysə, bu bölməyə baxırıq. Bu arada qızla bir şey öyrənmişim, onu da sizlə bölüşüm. Bu Felixlər var ha, qəti şəkildə pişiklərə vermək olmaz. Tərkibi çox yaxşı deyil, belə deyək də qısaca və məsləhət görmürlər. Nə veterinarlar, nə illərdir pişik baxanlar, nə də bunun satışını belə eləyənlər deyir ki, almayın, məsləhət deyil. Yəni deyim biləsiniz, bəlkə pişiyiniz varsa, xoşdursa da verməyin. Deməli, bizə belə böyük mətbəx rulonları lazımdır. Burada 12 dənəsi 13 manatdır. Bu Selpakındır. Bir də burada papiyalar var. Bunun da neçə dənəsi? 6 dənəsi 6 dənəsi 6 manatdır. Bu sərf elədiyi üçün bunları götürürük. Mənim favorim olan Glade-in bu otaq təravətləndiricilərini birini götürüb. Bu test edir. Ay bravonun yiyəsi. Bu biraz yemiş falandır. 3 manat 59 qəpik. Yoxlayaq seçək deyirik. Bunu eniştəniz test elədi və test elədiyində götürdü. Hava olsun. Onu gözləyirdim, görün başqasını götürəsən ya yox. Mən elə bildim sən görəcəksən ki, bu normal ətçə deyil də, biləyinə niyə vurursan ki? Biləyinə sən amma başqa şey göstərirdim ki, belə vurmaq istəyirəm. Deməli, bir dənə belə lavandalı, bir dənə də belə yemişli götürdük. Bir dənə salfetka götürürük. Gündəlik istifadəyə 99 qəpikdir. Mənim ən sevdiyim suroklarım endirimdədir, 10 qəpik. Surok istəyirəm, vanilli. Amma bu dəfə çiyələli yox, vanilli alacağım. Burada 1.5 yağlılıqlı süt götürürük, qiyməti 2 manat 25 qəpiyə düşüb. Deməli, xilepsi götürmək istəyirəm indi. Mən çünki sabahdan ciddi diyeta başlayıram. Ona görə bu xilepsiləri mən çox sevirəm. Həm nazikdir, həm qırt-qırtdır, çox yüngüldür. Ona görə də bir bundan götürəcəm, bir də elə bundan götürəcəkdim, Kamran götürdü. Maraqlı bir dənə məsələ deyim. Əgər evdə milkshake edirsinizsə və yaxud da ki, kokteyl miks edirsinizsə, bir dənə belə xlor götürəcəm. Acelin xlorları yaxşı olur deyə bunu götürürəm. Deməli, paltarlar üçün həm qaralara, həm də rənglilərə istəyirəm ki, belə bir qoxu verici bir şey götürək. Həm də rənglər korlanmasın deyə. Elə pervolonçular, baxın burada 20-49-dan 12 manata düşüb deyə böyük boyunu bunu götürürəm. 54 istifadəyə qədər keçərlidir. Bir istəyirəm ki, rənglər üçün olan bir dənəsini götürüm. İndi ona baxım, seçirəm. Deməli bu bölmədən belə pervol götürürəm qaralar üçün. Bir də belə rənglərə qoxular verməsi üçün belə Bingonun manolyalısını götürürəm. Deməli belə əl sabunları maye formasında olanlardan birini götürəcəyik indi. Mən ümumiyyətlə bu Pürsensi çox bəyənirəm. Qiyməti 2 manat 59 qəpiyə düşüb. Yenə də baxaq, görək başqa hansı var alternativ olaraq. Protexlər çox bahadır, 5 manat 29 qəpiyə. Nəysə ki, bunu götürəsi olduq. İndi də gəlmişik zibil paketi götürməyə. Burada deməli 35 litrlik 3 manata var. Bu bizə azdır. İndi baxım görüm daha böyük. Burada 60 litrlik Groskin zibil paketi var. 249 qəpik. Görün budur. Hə, budur. Bu kifayət eləyər bizə məncə. 3 dənə götürürük. Belə bizə pingvin kloklar lazım olur tez-tez. Pişiklər gəlindən daha çox da lazım olur. Ona görə 1 manat 15 qəpikdir cəmi. Belə pingvin klok götürürük. Sümüksüzdə bu Mərcanın bu diblərini mən çox sevirəm. Deməli, burada da bu dibləri 6.35 qəpik kiloqram qiyməti. Deməli, biz normalda Knorrun köftə harcını həmişə alırıq. Amma burada belə fərqli bir markanın Bağdatın köftə harcı var. İnanmıram ki, pis olsun. Bəlkə deyirəm bundan götürək, bu dəfə də yoxlayaq. Belə bir şey. O üçündür. Bunun bir dənəsi 1 kiloya istifadə olunursa, məncə bir dənəsi bəsdir bizim müvəqqəti. Həm dadına baxıb yoxlamış olaq. Bunu görmüşkən göstərim. Mən bu balıqları dəhşət sevirəm. Limonlayıb yeməyi çox sevirəm. Bilmirəm, siz sevirsinizmi? İndi seçib 2 dənə kök götürməliyəm. Kartofun orada qiyməti var 85 qəpik deyəsən. Bu bunlarındır. Amma bu təzələrin qiyməti məncə də yox.
Kasadan soruşaq. Elə bu kartoflar da 85 qəpiymiş. 1 kilo götürək. İsə xiyar yığırıq. Xiyarın qiyməti də 1 manat 69 qəpikdir. Xiyar necə yoxdurlar bilirsən bana? Necə? Yaxşı xiyardırsa tez düşür. İnanırsan bana. İndi də soğan yığacağıq. Soğan qiyməti də 55 qəpik. Yaxşılardan biraz elə bildim ki, elə qomarlayıb götürəsən, qorxdum. Soğandan niyə belə bir şey? Yumuşaqlarını götürüm ha. Pistamsı. Soğan tapa bilmirəm bayaqdan. O qaradır görürsən ya. Yaxşı soğan. Qabığı belə olur. Amma altı belə olmur. Yaxşı soğanı 2 metr uzaqdan tanıyaram kimi. Ona da diqqətini görürsən. Güc balayını 4-5 dənə tapdıq. Pomidorun qiyməti 2.99. Dörd-beş dənə olsa bəsdir. Mən də biber götürüm 2 dənə. Mən mərciyə, sonra salatlara biber vurmağı çox sevirəm. Ona görə də biber, bilmirəm, bibersiz bir alışveriş təsəvvür edə bilmirəm öz həyatımda. Mən bunu belə yemək kimi də, yeməklərin yanında salat kimi də yeyirəm. Amma evdə də vardı 2 dənə. Yaxşı, bu da bir, ya bunun yanında balası. Yaxşı, bunu mən götürəcəm, başqası götürməz. 3 dənə bəsdir. Deməli, mənim diyetimdə artıq salat bolluq təşkil edəcək deyə bir dənə istəyirəm belə iceberg kələmi götürüm ki, salatların içinə qatım, daha dadlı, ləzzətli olsun. Və aldıqlarımız bu qədər. Evə gedəndə daha da detallı göstərəcəm. Deməli, aldıqlarımızı gətirdik, belə yerə qoyduq ki, mən rahat yığa bilim. Ümumi aldıqlarımızı, bir qəbz buradadır. Ümumi bu qədər məhsul almışıq və yekunda məbləğ 130 manat deyək, tutub. Bu qədər şey. Deməli, bu mətbəx rolonlarını göstərdim onsuz qiymətini. Ən çox sərf edən buydu. Bundan 2 dənə götürmüşük. Bunları qoyum digərlərin üstünə. Sonra belə bir dənə gündəlik istifadə üçün salfet almışıq. Glade-in bu otaq təravətləndiriciləri çox gözəl qoxular. Bunları aparıb qoyacağım hamam otağına. Deməli, Pervolun belə ən böyük boyunu almışıq. Bir də Bingo'nun belə manolya qoxusunu. Bunlar da paltar. Bunları da şkafa qoymalıyam. Bunları da. Burada da yenə belə zibil paketi, əl sabunu endirimdəydi və acelin qoxuları. Mən bunu daha çox ayaq yolunda unitaza falan istifadə edirəm. Deməli, iceberg kələmi götürmüşəm. Bu eləyib 1 manat 43 qəpik. Mən kiçik boy götürmüşəm. O çəkisini burada görürsünüz. Daha sonra pomidor. Nə qədər eləyib? 2 manat 64 qəpiyə 5 dənə. Mənim srokum. Sonra 3 dənə biber. 1 manat 52 qəpiyə. 2 dənə kök 26 qəpik. Kartof 2 kiloya yaxın 2 manat 81 qəpik. Sonra soğan yenə də 4-5 dənəyə 28 qəpik. Bir də son olaraq tərəvəzlərdən xiyar. Xiyara da 1 manat 16 qəpik. Bu da 1 kiloya yaxındır. Çəkisi üstünə yazılıb. Üçün olaraq bu paketi atdıq. Deməli, burada süd, üçlü nəxlisi, köftə harcı, yenə süd. Ümid edirəm, heç nəyi unutmamışam. Pingivin paketlər və toyuq ətləri ilə mal əti. Və indi yemək pişirmə prosesləri başlayıb. Kamran burada ət qızardır. Mən burada belə qiyməli, tomatlı qiymə hazırlayıram. Burada isə makaron hazırlayıram. Bu dəfə Barillanın bu makaronlarını yoxlamaq istəyirəm. Çox iridir. Mənə elə gəlir ki, çox dadlı olacaq. Görək necə olur.
Hər kəsə yenidən salam. Videonun ardınca başqa bir video yükləmək istəyirəm ki, video qədər də qısa olmasın, sonra şikayətlənməyə sırayda. Buralar belə dağınıqdır biraz, çünki mən səhərdən ancaq təmizlik eləyirəm. Deməli, belə deyim. Mən əslində xatırlayırsınızsa sizlə bir yerdə sirmələrimi bir dəfə makyaj masamı düzənləyirəm adlı bir videoda hazırlamışdım. Elə o qaydada da hər həftə sonu təmizləyirdim, təkrar yığırdım. Heç sənin yerini dəyişmirdim. Amma mən fikir verdim ki, mənim makyaj masamda getdikcə makyaj məhsulları və yaxud da baxım məhsulları çoxalmağa başlayıb və bu mənim gözümü yorur. Çünki bildiyiniz burada belə nə qədər şey var idi və mən gözüm yorulurdu. Ona görə də bir dəyişiklik eləyib, istədim ki, sirmələrimi dəyişim. Əgər xatırlayırsınızsa, burada məndə 2 dənə böyük sirmə var. Söhbət bu sirmələrdən gedir, bunun quyruğuna bax. Söhbət bu sirmələrdən gedir. Mən bura saç aksesuarlarımı yığmışdım axırıncı dəfə, onun aşağı hissəsinə isə depolama eləmişdim. Yəni artıq olan bütün məhsullarımı ora qoymuşdum. Amma indi demək olar bunları dəyişmişəm. Bura isə sadəcə karandaş və mənə belə deyək də uzun olan şeylər, yəni yatılı durmaq lazım olan şeyləri isə bura qoymuşdum. Bu arada Fairy'nin belə bir salfetini almışam. Bilmirəm yoxlayan var aranızda ya yox. Mən ilk dəfə də sınayıram. Çünki Sleepy çox baha idi, endirimdə deyildi deyə mən də bunu götürdüm. Bu 6 manata düşmüşdü. Ümid edirəm ki, yaxşı olar. İndi silmişəm hər yeri. Əslində həm qəşəng qoxusu var, həm də ki, yaxşı təmizlədi. Bilmirəm. İndi Allah axırı xeyir eləsin. Nəysə, gəlin sizə sirmələrimi göstərim. İnşallah Mia altında deyil. Yox, buradadır. Girib pərdənin altında burada gizlənib. Mia. Neysə çıxan deyil onsuz da. Baxın, buranı belə saç aksesuarlarımı qoymuşam. Bəlkə də gözünüzdə dağınıq görünə bilər. Çünki orqanayzerim yoxdur. Düzü mənim çox dərindir şkafım. Buna uyğun orqanayzer tapa bilmirdim, amma artıq maraqlanmışam və Sinsei'də var imiş. Səndə böyük orqanayzerlər gedib oradan alacağım. Bura saç rezinlərimi, xırda-xuruş şeylərimi və daraqlarımı qoymuşam. Burada saç burmaq üçün aparat deməyək, daha doğrusu lavazmatlarımdır. Bu mənim makyaj çantamdır. Bunun altında bir dənə makyaj çantam var. Burada 2 dənə bodokum var. Bu arada bu bodoku yeni almışam. Çox şirindir. Sonra bu mənim fenimdir. Bir dənə fenim var cəmi. Ütü fenim falan yoxdur. Bir də qurulama feni. 2 dənə fenim var daha doğrusu. Sonra burada bigudilərim var. Qara rəngdə Temudan sifariş eləmişdim. Bu mənim balaca aksesuar qabımdır. Tətilləri falan aksesuarı bununla aparıram. Bu da mənim işığımdır. Sizə videolar çəkmək üçün. Bu belə. İndi gələk o bir şkafa. Bu şkafı təzə təmizləmişim. Bu qədər çox səliqəlidir. Bura demək olar ki, baxım məhsullarımı, hələ paketi açılmayan məhsullarımı, ondan da əlavə bədən üçün olan məhsullarım var burada. Hansı ki, mən sadəcə gündə bir dəfə axşamlar falan istifadə edirəm, ya da ümumiyyətlə istifadəni həftə bir dəfə falan eləyirəm. Ancaq bunlardır. Belə baxa bilərsiniz. Sizə maraqlı olan istənilən məhsuldur, rədiyasız haqqında da məlumat verərəm. Bura belə. İndi gələ bu balaca sirməyə. Burada sırf makyaj məhsullarımı qoymuşam. Bunu bugün səhər-səhər doldurmuşam. Karandaşlarımın hamısını mən birdən-birə yonturam. Boşaltmağa hələ vaxtım olmayıb. Yaxşı yadma üstü qalsın. Burada boşaldım onu indi. Səhər işə gedəndə tam boşaltmağa ərinir. Nəysə, deməli belə tonal kremlərim, ənliyim, bronzerim və digər bütün makyaj məhsullarımı da buraya yığmışam ki, əlimin altına olsun. Əslində bunları da aşağıya yığacaqdım. Sonra dedim ki, yox, əlimin altında olmağı və baxımlardan ayrıca olmağı mənə daha çox sərf eləyir. Nəysə, bu da belə. Bura yenə də ətirlərimi qoyacağam. Bu arada bu mənim toyda gətirilən güzgümdür. Çox bəyənmişdim. Hətta özüm seçmişdim. Çox gözəl güzgüdür. Bunu belə bağlamışam. Çünki bu güzgülər ümumiyyətlə dik dayanmır. Bunun da səbəbini bilirsinizsə yazın mənə. Bunu necə eləyə bilərəm belə dik dayansın. Mən elə xatırlayıram ki, toyda bu dip necə qoymuşlar, elə də qalmışdı. Amma indi mən heç cürə bunu saxlaya bilmirəm. Nəysə, onca belə lent bağladım. Hamının evində olmazsa olmaz. Bu mənim cəmi cümlətan əlimdə olan yeganə dollarlarımdır. Nəysə, burada var da bir neçə dənə şey, hansı ki bunları da yerləşdirməliyəm. Burada isə Kamranla mənim ətirlərim var. Onu deyirdim. Deməli, ətirlərimizi bura yığacağam. Amma bura nə edəcəm? Artıq bunları da yığışdırandan sonra bura çox boş qalacaq. Bura nə edəcəm onu bilmirəm. Sözün düzü istəyirəm ki, ağ rəngdə, amma mərmər kimi olan bir qəşəng orqanayzerlar alım. 2 mərtəbəli. Və onun üzərinə artıq nəsə bir şey qoyum. Bir də bu üçüncü hissə biraz çox boşdur. Burada istəyirəm bir dənə güldən və içinə də süni güllər alım ki, davamlı olaraq içərisində qalsın və heç soğumasınlar. Belə. Bir də depolama, bəs buradakı məhsulları nə eləmişəm, onu da göstərim sizə.
Deməli, mənim yataq otağındakı paltar şkafımın içərisində belə bir 2 dənə siyirmə var. Elə buranı da depolamaq üçün istifadə etdim. Çünki bunları nadirən istifadə edirəm. Məsələn, burada hətta bəzi məhsullar budur. Bunlar bitib. Hətta burada ətir var, o da bitib. Sonda bunları saxlayıram ki, bitənlər videosu hazırlayacağam. İndi buradakı bir neçə məhsul haqqında da sizə deyim. Məsələn, bunlar endirimdə idilər marketdə. Ona görə də bunları çox götürmüşəm. Sonra burada mənə lazım olan işığın korobkası, tripodun korobkasıdır. Hansı ki, onlar səyahətə falan gedəndə açıq şəkildə qoymaqdansa korobkada qoymaq daha yaxşıdır. Sonra bir neçə dənə mənim məhsulum var. Hansı ki, onları istifadə eləməliyəm, test eləməliyəm. Sonra tartın belə konsileri var. Hələ də açmamışam. Çünki əlimdəki konsiler maşallah L'Oreal'dır və çox bərəkətlidir. Sonra Biox'in belə bir yağı var. Sonra Bioderman belə misellar suyu var. Sadəcə mən misellar suyu nadirən istifadə edirəm. İndi bunu elə vaxt açmaq istəyirəm ki, tətildə falan olum və istifadə edeyim çox hissəsini. Çünki bunların da bir sroku var, belə deyək, ömrü var, müddəti var. Nəysə, belə fırçalarım var, heç tərtəmiz qalmış. Çünki məndə digər fırça dəstimdə, ümumiyyətlə fırça dəstimdə məndə çox idi. Ona görə də lazım olmayanları bura qoydum ki, hələlik təzə qalsınlar. Sonra belə qolun yuxarı hissəsi üçün mən belə bilərziklər almışam. Onları da nadirən yayda istifadə elədiyim üçün bura qoymuşam. Maşa, Nivdinka, saç rezin, nazik bunları da almışam, depolamışam və bura qoymuşam. Lazım olan qədər də saç aksesuarlarım olan şkafdadır. Sonra mənim belə travel boy məhsullarım vardı. Sadəcə bunlar əslində çox idi. Əlimdə cəmi deyəsən səhvləmirəmsə, əgər hamam otağında yoxdursa 2 dənəsi qalıb. Çünki bunlar elədi ki, məsələn, material olaraq elədi ki, mən bir dəfə istifadə elədim və tonal indi falan da onları yumaq o qədər çətindir ki, əldə etsinə girmir ki, rahat yuyum. Ona görə də atmışam yəqin ki. Sonra bir də belə pambıqlar, bunlar da marketdə endirmə düşmüşlər. Ona görə Voyage'ın 50 manatlıq kartı var, iş yerindən mənə hədiyyə eləmişlər. Hələ də qalıb, bilmirəm ki, nə alacam. Hələ ki məhsullarım var. Sonra belə bir Village olmalıdır. Bu, indi adını oxuya bilmirəm. İşıq düşmür. Hə, Village Factory. O markanın günəş kremidir. Çox qəşəkdir. Bunu inşallah istirahətə gedə bilsək inşallah. Orada aparacam ki, çox asandır da istifadəsi. Pudra kimidir. Bir dəqiqə açım. Hə, baxın, pudra kimidir. Üstündə belə sponcudur, altında da məhsulun özü də çox qəşəkdir. O vaxtı bu məhsullar dəbdə idi. Onu da almışdım. Sadəcə eyni anda mənim cehizliyimdə çox günəş kremi var idi. Budur. Sonra La Roche-Posay'ın orada günəş kremi var və s. Ona görə də açmadım ki, qalsın. Bunlar isə balaca mini nəmləndirici ilə serumdur. Bunlar da mənə Sephora'dan məhsul sifariş edəndə hədiyyə gəlmişdi. Hələ ki ehtiyacım yoxdur deyə qalıblar burada. Burada hətta istifadə eləmədiyim hələ ki serumlarım var bir neçə dənə. Bunları da istifadə eləyəcəm və sizinlə fikirlərimi bölüşəcəm. Bu şkafda bu qədər. İkinci şkafda isə bizim daha çox xırdavat məhsullarımızdır. Hansı ki belə deyək, üzük qablarımdır, nə bilim, şamlardır, açarlardır. Bu baş masaj eləyəndə bunu gələ üzə çıxardım. Arada bir özümü masaj eləyim, sakit dəyişim. Hə, belə. Şkaflarımız ümumi bu qədər. Məncə indi daha səliqəli oldu. Siz nə düşünürsünüz? Fikirlərinizi yazmağı unutmayın. Bunlar isə bütün günü ancaq gəlib bura girirlər. Mən burada paketlərimi belə saxlayıram. Bunları da gəlib bir yer tapım, normal saxlayım. Deməli, bu əslində çox səliqəli dayanmışdı. Sadəcə risk ayağıma düşdü, qorxdu. Çox səliqəlidir. Baxın, nə hala qoyublar. Məhv eləyiblər. İndi nə gizləniblər burada. Sizdən danışıram. Dalaşırlar burada. Oralar göstərdim. İndi sizə ailəmizin global problemini göstərək. Qoy. Toysini çəkirik. Çünki Toysi bizə gələndə çox... Ay, qaçma! Toysi bizə gələndə çox arıq idi. İndi bilmək istəyirik ki, çəkisi artıb ya yox. Bu formada çəkirik. Qaçma, gəl bura. Deməli, qabı qoymuşuq, tarasında çıxmışıq. Toysi, bir dənə dinc dayan. Görə nə qədərsən? Ay! 760. Qaçdı ye. Alırsan, bala. İndi isə John Bleskadadır sıra. Gələn gündən yeyib içir, yatır. Bu da bana nə saçdır? 1 kilo 50 qramsan, neysən? Tosi 100 qram çökər, bu 150. Sən 150 qram çökərmişsən, Pişt. Ha qız, ha qız. Dombol. Maşallah, 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 maşallah. Heç qaçmır da. Ağırlıqdan da qaçanmır. Siz bir onun qarnına baxın, bir də bunun qarnına baxın. Qabırğalar sayılır. Hələ indi örtülür üstü qabırğanın. Nəysə, bu anlarımıza da şahid olduğunuza görə növbəti vlogda görüşmək üzrə. Hələlik.